Değerli həmkarlar, bugünləri sertifikatlarımızın təqdimatından sonra kitab təqdimat hissəyə keçək. Birinci kitabımız mediatorlar üçün mediasiya təlimi üzrə tədris vəsaitidir. Kitabın müəllifi Leonardo Urso və Konstantin Adi Gavriladır. Bu iki şəxsin adı sizə yəqin ki tanışdır. Azərbaycanda Mediasiya İnstitutu qurulanda ilk olarak təlimçiləri, ilk mediatorları yetiştirən müəllimlər adlandıraq. İlk belə deyək, o bilikləri ötürən şəxslərdir. Onların yazdıkları bu tədris vəsaiti Azərbaycan dilində tərcümə edildi və bu kitab sizin masaüstü kitabınız kimi siz bunu istifadə edin. Kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Aygün xanımın rəhbərliyi ilə və eyni vaxtda Mediasiya Şurası və Avrasiya Hüquqşünaslar Assosiasiyasının birgə zəhməti, birgə əməyi ilə ərsəyə gəlmiş bir kitabdır. Mediatorların hər zaman, belə deyim, yeni sahə olduğu üçün hakimlərin masaüstü kitabı var, vəkillərin masaüstü kitabı var, hansı ki praktik belə deyək, təcrübədə, gündəlik praktik iş fəaliyyətində hansısa suallar doğarsa, istər kərdigarlıq baxımından, istərsə mediasiyanın prosedur aparılma zamanı, bax bu kitab sizin üçün çox önəmli bir vəsaitdir və bayaq qeyd elədiyim kimi Mediasiya Şurası mediatorlarının inkişafında, ixtisaslarının təcrübələrinin hər gün zənginləşməsində bizim ən birinci prioritet məqsəd hədəflərimizdən biri də budur. Və bu yöndə olan məsələlərdən biri də dediyim kimi sizin istifadə edə biləcəyiniz resursların sayının çoxalmağıdır ki, baxın tədris vəsaiti sizin masaüstü kitabınız kimi siz bunu fəaliyyətinizdə istifadə edəcəksiniz. Ona görə də kitabı təqdim etmək istəyərdim. Günel xanım, kimdən başlayaq birinci? Siyahıyla gələcək. Sırayla gələk, hamıya bu kitabı təqdim edək. Gəlin Zəhra. Artıq hüquqşünaslar istifadə edirlər. Hətta mən bir şey ərizələrin yazılmasında belə bir çox həmkarların fikir vermişəm ki, çox belə böyük bir məsələdir. Əlbəttə ki, istifadə edirlər. Demirəm ki, tamamilə süni intellektin yazdığı sənədlərdə istifadə edir, amma ilkin o yol xəritəsi kimi çox vacib bir məsələdir. Amma bu süni intellekt harada bizim hüquqlarımızı qoruyur, harada bizə onun faydası var və hansı sərhəddən sonra o hüquq pozuntusu yarada bilər, digərlərinin hüquq pozuntusu, məlumatların toplanması, məlumatların belə deyək, sonra paylaşımı. Bax, bu hamısı əlbəttə ki, çox vacib bir məsələdir. Xüsusən hüquqşünaslar üçün çox önəmli məsələdir bugün süni intellekt. Bugün biz baxın, bizim həyatımızın rahatlaşdırıcı hissəsidir. Amma digər hissədən bizim hüquqlarımıza müdaxilə edən hissələri də var. Və bu boşluqlar qanunda tənzimlərin hansı həddə? Bax, ümumiyyətlə, bu süni intellekt və hüquq kitabında siz bütün bu sualların cavabını peşəkarcasına təqdimatınla tanış olacaqsınız. Ona görə də bu kitabı da sizlərə təqdim etmək istəyirik. Bəlkə eyni qaydada həmkarlar sizdən xahiş edəcəm. Yenidən bizim foto hissəmizə keçək. Hayır, gəl. Tanışda yəni. Yine baksın. Zaten ki buna bakıyorlar. Benim demişken o yani ki bu nöbeti tarihlərdə İdarə Məhkəməsinin bakımı 11-ci rayonda onlardan. Burada çok sağ olsunlar ki bir məktubla onlar hörmətlə yanaşır. Vaxtında soruşurlar. Bir halda ki onlar həvəslə qoşulurlar. Şurası da müzakirədir. Onda bizə daha çox olay rayon məhkəmələri birinci instansiya müsəbbət olmamız daha çox vacibdir ki, bu da işimizə xeyir. Üstəlik, cəmiyyət dəyişibdir. Əvvəl çox idi, bu qədər də fikir verən deyil. İndi elə şikayətlər daxil olur ki, adam tutanır. Belə baxırıq ki,
Bu ərizə yazın, yəni bizdən çoxdur. Ya da hazırlaşmazdır. Bir mediator, mediasiya sözünü düz yazın. Bu necə? Gör nəyə fikirdir? Qrammatik səhvə kimi yazır. Və elə məsələlər olur ki, artıq fikirləşməli olursun. Görəm ki, bu nə dərəcədə haqlıdır və ya düzdür. Yəni, getdikcə tələb artır. İndi axırıncı informasiyanın kanunu paylaşdı, mediasiya sözünün əsas sahibində. Kusar değil mi? Sözler mediatorun aid değil. Veya gözlüğümünü içlara tapşırır, bir iştir. Böyle diyor, özüm bir tane şeye, rakam da götürüp ekspesi, kendini ekspesi verir bu insan olan aid değil. Fayda hesabı edilmiş şeyden geldi, çünkü bu senin saklar. Daha ciddi. Onun da dağılımla eğer araştırma geçsek de, gəlin, aslında getməlidir. Gəlin digər işlərə baxaq. Orada nədə 5 dənə dəlalətsi ilə çıxsa, onda bu nə olur? Onda o işi. Amma biz hamımız süqaramlı bir qoyundur. Qeyqat bir qoyundur. Bizim əsas iş yerimiz başqa yerdir. Əsas qazanç yerimiz başqa yerdir. Amma bura həvəslə hərcimiz, ürəklə, insanların ifadə edir. Necə də ürəklə çalışırlar. Hamı yaxşı nəsə görür. Amma tələb də dəyişir. Mən onu demək istəyirəm ki, artıq biz imzamızın Gəncədən oldu, bir aidiyyət məsələsində də qaldırmışlar. Hamı fikir verməlidir. Sağlıq məsələ qaldırmışdır. Orada da mediator vəkildir, yaxşı da olandır, belə baxın. Amma heç xəbəri yoxdur, valla nə bilim, yazılar gətirdilər, mən də qol çəkdim. Bu düz gəlmir. Artıq biz təsvir insanlar İmza bizimdirsə, məsuliyyət də bizimdir, cavab verib geçdimdir. İbadə edici daha ciddi yanaşmalı. Mən bu qədər uğurlar arzulayıram. Burada da bir müdaxilə işləmişik. Komisyon sərcəsində təqdim edirlər. Komisyon tərəfindən. Mən özüm də mediatorum. Təqdimatına hesab edirəm ki, başlaya bilərik. Amma bundan öncə Mahir müəllim bizim İntizam Komissiyasının sədridir. Siz sədrimiz Mahir müəllimi tanıyırsınız. Əlbəttə ki, mediasiyanın inkişafında İntizam Komissiyasının rolu böyükdür. Çünki bütün hallarda mediatorların intizamı, mediasiyanın belə deyək, o nüfuzunu qorunub saxlanmasında bu komissiya həm qanuna görə çox büyük rol oynayır, həm də bu təklif bunu mediatorlara cəza verən bir orqan kimi görməməliyik. Mahir müəllim də İntizam Komissiyasının sədridir, bildiyiniz kimi. Ona görə biz Mahir müəllimi də dinləmək istəyərdik, sözü sizə verir. Çox sağ olun. İntizam Komissiyasının tərmişini iştirak eləmişik və müstəqil olaraq Maariflərin sədrinin gedişatında çalışmaq üçün birgə əməkdaşlıq edək səmələri keçdi. Güman edirəm ki, o aprel ayından başladı. 25 haftadan başladı, may ayına davam etdi və səmərəli nəticə əldə edə bildik. Bu da hamımızın əməkdaşlıq çərçivəsindədir. İlkin başladı kargüzarlıq tədbirlərinə. Çünki mediasiya artıq gördükdən artıq müddətdə təşkilatların fəaliyyət göstərir, kargüzarlığın təkmilləşdirilməsi vacib bir sahə edir. 2 dərsin sonra həsr edilir. Sonra protokol məsələsindən də danışdıq. Burada həm alimlərimizi dəvət elədik, həm hakimlərimizi dəvət elədik, həm təmişlərimizi dəvət elədik. Böyük müqavimələrdə Aplikasiyasının müqaviləsinin sədrliyi, Şırdan Aplikasiyasının müqaviləsinin sədrliyi, Xaçar Aplikasiyasının müqaviləsinin sədrliyi, Şəkər Aplikasiyasının müqaviləsinin sədrliyi, Gəncə Aplikasiyasının sədrliyi. Bunlar hamısı olmamız ilk dəfə edir ki, biz mediator və hakimlər arasında ünsiyyət qrupu, fikir mübadiləsi edirik. Təbii ki, onlar da bizi öyrənirlər, onlar da hazırlaşıb gəlirdilər və onlar da çıxış tərəflər məsuliyyət məsuliyyət ciddi yanaşırlar. Görürüm ki, ayrıca iclas keçiriklər, müzakirələr yapmışlar, onlar da məsuliyyətinə yanaşırlar ki, mediator və ayrıcasın adamlar qarşısına çıxır və cəmiyyətdə yeni bir xəttir, şartlı olan bir xəttir. Ona görə hamı bütün sayılar hörmətlə yanaşır. Uzun müddət görür istəyirlər, məsələn, heç bir məhkəmə mediasiya işinə qarışmır.
Bu da bir yandan ehtiyatla yanaşırdılar, yanlarına yanaşırdılar, bir yandan da öğrendiler. Onlar da bizi öğrendiler. Yani ünsiyyətdə artıq fikir mübadiləsi yarandı. Aramızda fikir mübadiləsi yarandı. Nöqsan tərəfində gördük, yaxşı tərəfində gördük və inkişafına getməli olduğumuzu gördük. Mesela bu yaxınlardan Sadiq Marun baxmışdı bu işə, Daşlı Sarışına. Onun apellyasiya məhkəməsi ləğv elədi. Məhkəmə tepkisinə təqdir. Mesela belə ali məhkəmədə apellyasiya qərarları verdi. Artıq o Daşlı Sarışına normativ bir akt kimi yanaşdılar ki, bu qol çəkir, tərəflər iştirak edir, hər hansı təsir yoxdur və ali məhkəmə belə də qiymət verir ki, necə məhkəmə aktdır, eləcə də buna artıq normativ akt sənəd kimi qiymət verir ki, ona bərabər və qüvvəyə alır. Hamımız təqiddə fəaliyyətdir. Yaxşıdır ki, gəl baxan da yoxdur məhkəmə. Bu da doğrudan da vacib məsələdir. Qarda məsələsi yaşansa, hərdən bir də baxırıq. Heç bir zaman sonra yoxdur. Sən oradan nə yazırsan yoxdur. Amma təbii ki, hər kəs öz işinə görə məsuliyyət daşıyır. Mən hiss edədiyim odur ki, səmiyyət yarandı. Qıdaramızda da müsbət yarandı. Və getdikcə sayı artdı. 150 nəfər nəticə etibarında mütləqa atlar, kitablar, təşkil edilər. 2 saat lazım idi. Onlar 4 saata kimi kəsmizlər, kifayət qədər danışıqlarımızı davam etdirdik. Mülkiyyətlərimizi davam etdirdik. Yaradılmışdır. Aslında da hesab edirəm ki, burada əhəmiyyətli olur. Xüsusilə